Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan məhəllələrarası 3-cü basketbol turnirinə yekun vurulub. Finalda Binəqədi komandasını məğlub edən Nizami rayonunun basketbolçuları çempionluq sevinci yaşayıblar. Bayram havasında keçən turnirə məhəllə sakinləri də böyük maraq göstəriblər. Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan Bakı şəhərinin rayonlarını əhatə edən 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında məhəllələrarası 3-3-ə basketbol turnirinə yekun vurulub. Heydər Əliyev Fondunun vitse-prezidenti, İdea İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən Bizim Həyat layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki stadionlarda təşkil edilən yarışlar olimpiya sistemi üzrə keçirilib və turnirdə ümumilikdə 600-ə yaxın gənc idmançının yer aldığı 120 komanda iştirak edib. Həlledici dueldə Nizami və Binəqədi rayonlarının kollektivləri üzləşib. Final oyununun əvvəlində musiqili konsert proqramı təşkil edilib. Qızıl medallar uğrunda görüşdə isə Nizami rayonunun şagirdləri Binəqədi təmsilçisini 16-13 hesabı ilə üstələyərək turnirin çempion adını qazanıblar. Maçın ardından mükafatlandırma mərasimi keçirilib. Mükafatçı komandalara kubok və hədiyyələr təqdim edilib. Nizami rayonunu təmsil edən komandanın baş məşqçisi Anastasiya Soljenitsina çempionluqla bağlı bu fikirləri səsləndirib. Çalışdıq, birinci yer tutaq. Mübarizə gərgin idi. Uşaqlar çox gözəl oynadılar. Rayonlar arasında çalışırdıq ki, finala qədər oynayaq. Mübarizəni axıracan buraxmayaq da oyunu, axıracan mübarizə eləyək və həqiqətən birinci yer mübarizə onu götürdük. Rayonun 145 sayılı tam orta məktəbinin idman müəllimi Elmar Yusubov da təəssüratlarını bölüşüb. Buradan demək istəyirəm ki, çox yüksək səviyyədə keçirildi. İdman Gənclər Nazirliyinə təşəkkürlər çatdırıram. Bizim Nizami rayonunun İdman Gənclər İdarəsinin rəisi deməli Vasif müəllimə təşəkkür edirik. 145 sayılı orta məktəbin müdürü Vüsalə xanımı təbrik edirik. Birinci yerin qalibi olduq, gözünüz aydın. Sizə də təşəkkür edirik ki, gəldiniz, bizi qeyd elədiniz və çəkdiniz. Çempion komandanın üzvü Sadiq Quluzadə qələbəyə görə çox sevincli olduqlarını bildirib. Yarış çox qəşəng idi, motivasiyalı yarış idi. Biz əslində gəndə inanmırdıq ki, birinci yerə çıxaq da. Çünki mənə demişdilər, millinin oyuncuları çox idi burada. Özümə biraz güvən etmişdi. Sonra oynadıq. Komanda yoldaşlarım, məşqçilərimiz də çox sağ olsunlar. Bizə qəşəng taktikalar verdilər. Yaxşı oynadıq. Çox motivasiyalı oyun idi. Burada bütün hamıdan minnətdaram ki, bura gəldilər. Qeyd edək ki, turnir gənclərdə idmana marağın artması, onlara sağlam həyat tərzinin təbliği, eyni zamanda gündəlik fəaliyyətlərini daha səmərəli qurmalarını dəstək məqsədi daşıyıb.